Bir ateist mövzulara çox da hakim olmayan bir müsəlman görəndə, o müsəlmanın ağlına şübhə salmaq üçün əksəriyyətin verdiyi sualın pis hadisələrin, müsibətlərin üzərindən olduğunu görəcəksən. Heç belə sualla qarşılaşmayan müsəlman da elə bilir ki, həqiqətən ölümlər, cinayətlər varsa, demək bir yaradıcı olmaya bilər fikrinə qapılır. İki tərəf də düşünmür ki, bəyəm İslam dini bunun tam əksini deyir ki, həmin o ateistin hansı dini nəzərdə tutduğunu bilmirəm. Amma bir müsəlman onu bilməli ki, onsuz da sənin kitabında, Quranda dəfələrlə müsibətlərlə, ölümlərlə, xəstəliklərlə imtahan olunacağını bildirilir. Yəni elə bir fikir formalaşdırmağa çalışırlar ki, sanki İslam dini dünyada hər şeyin güllük gülistanlı olacağını deyir. Xeyr, yəni elə deyil. Ayələrdə dəfələrlə mallarımızla, canlarımızla imtahan olunacağımız və ya iman etdim, Allaha inandım deməklə buraxılmayacağımız vurğulanır. Hətta Quranda ən ağır müsibətləri, problemləri Allahın sevilmə qulları, peyğəmbərlərin yaşadığına dəfələrlə şahid oluruq. Soruşsan ki, bəs imtahan niyə oluruq? Hə, bax o daha ayrı bir sualdır. Sorğulamaq dediyimiz şey əslində budur. Yoxsa Allah pisliklərə niyə əncəl olmur deyib sualı ortaya atıb verdiyin sualdan qaçmaq, sorğulamaq deyil. Keçək imtahan məsələsinə. Sükun və sükunət, ətalət, yeknəsaklıq, təvəqqüh bir növ adəmdir, zərərdir. Yəni bir növ həyatın sakit, stabil, tənbəllik içində hər günün eyni şəkildə keçməsi adəmdir. Yəni boşluqdur. Heç bir məna ifadə eləmir. Hərəkət və təbəddül vücuddur, xeyirdir. Amma başımıza gələn hadisələr içində boğuşaraq hərəkətli şəkildə keçən həyat məna ifadə edir. Həyat hərəkətlə kəmalatını tapar. Fəaliyyət vasitəsilə tərəqqi edər. Yəni bizim kəmalata çatmağımızın, inkişaf eləməyimizin sirri başımıza gələn müsibətlərin, bəlaların içində gizlidir. O bəla anında verdiyimiz qərarlar, etdiyimiz fədakarlıqlar, seçdiyimiz seçimlər insanın kim olduğunu ortaya çıxardır. Yəni bir növ bilirsən nəyə oxşuyur? Elə düşün ki, bir qələm var. Sadəcə vərəqin üstündə durur. Heç bir məna ifadə eləmir. Bir də düşün ki, başqa bir qələm bir kitab yazır. Bir məna ortaya çıxardır. İkisi arasında bilirsən nə qədər fərqi var? Bu arada insanın məna ifadə eləmək istəyi bizim öz fitrətimizdə də var. Məsələn, bax biz filmlərə niyə baxırıq? Bir məna ifadə eləməsinə görə. Örnək olaraq düşün, deyəlim 2 saatlıq bir filmə baxırsan və bu filmdəki obraz bütün film boyunca ancaq kompüterdə oturub oyun oynayır və ya yatır. Axıra kimi baxarsan? Təbii ki, yox. Niyə? Çünki heç bir məna ifadə eləmir. Tam tərsinə başqa bir film düşün. Bu filmdə dayanmadan çətinliklər, hadisələr, fədakarlıqlar, drama, aksiyon, hər şey var. Gözünü qırpmadan axıra kimi baxarsan. Niyə? Çünki məna ifadə edir. Yaşadığımız dünyada eynən bunun kimi bir növ imtahan olduğumuz film səhnələrlə doludur. İnsan məna ifadə elədikcə var olmağının bir mənası olur. Başına gələn hadisələr, müsibətlər onu kəmalata çatdırır. Əgər dünya imtahan yeri olmasaydı, sınanmasaydıq, nə insanın tərəqqisi olardı, nə də yaradılmağımızda bir məqsəd. Nəticə etibarından insanın kitab yazan bir qələm olması üçün başına zahirdə şər kimi görsənən bəlalar, müsibətlər mütləq ki, gəlməsi lazımdır.